Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması təlim məşq toplanışına start verib. 2026-cı ilin ilk hazırlıq prosesi Mərdəkanda yerləşən milli komandaların təlim məşq mərkəzində reallaşıb. Hazırlığı dəyərləndirən baş məşqçi Rəşad Eyyubov bildirdi ki, futbolçuların təlim məşq prosesi yüksək səviyyədə gedir. Artıq bu toplanışdan başlayaraq bizim məşqçilər heyəti tam heyətdəyik, 2 dənə məşqçi qoşulub bizə və indi bizim işimiz də biraz asanlaşıb və tam prosesi nəzərdə saxlayırıq, oyunçulardan razıyıq. Biz başa düşürük ki, bu toplanış biraz qeyri-adidir, çünki o fitness, fiziki baxımdan oyunçular kimsə tez başlayıb məşqlərə, kimsə gec başlayıb. Ona görə birinci balans tutmalıydı fiziki baxımdan və artıq 3-cü, 4-cü günə əsasən deyə bilərik ki, okey, balans saxlaya bilmişik fiziki və artıq bu gündən etibarən və növbəti oyunlara qədər artıq keyfiyyət baxımdan da imkanımız olacaq oyunçulara baxmaq, keyfiyyət baxımdan. Taktiki hazırlıqlara daha çox kökləndiklərini bildirən gənc müdafiəçi Raul Məmmədovun sözlərinə görə komandamızda abu-hava yüksəkdir. Milli komandada hər şey əladır. Bütün futbolçular çalışırıq bir-birimizə dəstək olaq. Məşqçilərimiz bizə daha çox dəstək olur və onlar da çalışırlar ki, biz daha da irəli gedək. Bu il inşallah ki, ümid edirik ki, daha çox xal toplayacağıq. Keçən 5 oyuna 5 xal yığmışıq, amma inşallah ki, bugün 10 xalın üzərində bir xal fikirləşirik. Şəxsi hədəflərim inşallah ki, gələcəkdə böyük klublarda oynamaq, ancaq və ancaq yəni, oynamağı düşünürəm. Yəni, hər hansısa bir komandaya gedib durmağı yox. Qeyd edək ki, komanda hazırlıq çərçivəsində 2 yoxlama oyunu keçirəcək. U21 yanvarın 16-sında Səbail, 17-sində isə Şamaxı ilə qarşılaşacaq. Təlim məşq toplanışı yanvarın 17-sində başa çatacaq.